Salam değerli şagirdlər. 76-cı sualda bizə deyir ki, sürətin BSD vahidi əsas vahidlərlə hansıdır? Bilirik ki, sürət düsturu bərabər sürətli hərəkətdə V bərabər S böl T-dir. Yəni yolun zamana nisbəti. Variantların hamısına baxırıq ki, kilometr böl saat, kilometr böl dəqiqə, kilometr böl saniyə, metr böl dəqiqə, metr böl saniyə. Hamısı sürət vahididir. Amma bizdən soruşur ki, əsas vahidlərlə. Bilirik ki, yolun əsas vahidi metr, zamanın əsas vahidi saniyə olduğu üçün doğru cavab olur E bəndi. Gəldik 76-ya, 77-yə daha doğrusu. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin K nöqtəsindən keçən anda sürət vektoru hansı istiqamətdə yönəlir? Biz bilirik ki, sürət vektoru çevrə üzrə hərəkətdə çevrəyə toxunan istiqamətdə yönəlir. Bu da saat əqrəbi istiqamətində döndüyünə görə K nöqtəsini keçəndə çevrəyə toxunan olacaq bir istiqamətdə. Yəni doğru cavab A olar. 78. Düz xətli hərəkət edən sürət zaman tənliyi V bərabər 8 metr böl saniyə şəklində olan cismə təsir edən əvəzləyici qüvvənin modulu 40 Newtondur. Bu cismin kütləsini hesablayın. Əvəzləyici qüvvə bilirik ki, F əvəzləyici MA-ya bərabərdir. Biz buradan M-i tapsaq, olacaq F əvəzləyici böl A. Kütləni tapa bilmək üçün bizə əvəzləyici qüvvə və A-nın ədədi qiyməti lazımdır. Əvəzləyici qüvvəyə məsələ verib 40 Newton. Qaldı A. Baxırıq ki, burada V bərabər 8T bir dənə tənliyimiz var. Bu, bildiyimiz təcilli hərəkət üçün, dəyişən sürətli hərəkət üçün V bərabər AT-dir. V-nin yerində V duranda baxırıq ki, A-nın yerində neçə durub? 8 durub. Demək ki, buradan tapdıq ki, A oldu 8 metr saniyə. Əvəzləyici qüvvədə tənliyi öz vermişdi 40. Yerinə yazsaq qiymətlərini 40 bölünsün 8 eləyər 5 kiloqram. Yəni doğru cavab C bəndi. 79-cu sualda kütləsi 200 qram olan kürəcik əlimizdən sərbəst düşür. Yer səthinə çatana qədər kürəciyin çəkisini və ona təsir edən ağırlıq qüvvəsini hesablayın. Bilirik ki, ağırlıq qüvvəsi yer səthində olur mg. Kütləsi 200 qramdırsa kiloqrama çevirdik əsas vahidlərindən. Elədi 0,2, J də 10. Elədi nə qədər? 2 Newton. Sərbəst düşmə zamanı çəkinin 0 olduğunu bilirik. Çünki mg minus A ifadəsinə görə A bərabər J-dir burada. Demək çəkisi nə oldu? Sərbəst düşmədə 0. Çəkisi 0, ağırlıq qüvvəsi isə 2 Newton E bəndinə uyğun gələr. 80-ci sualda üfüqi səth üzrə sürüşən cismə təsir edən sürüşmə sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Bilirsiniz ki, sürüşmə sürtünmə bütün hallarda mün, üfüqi səth üzərində biz buna mg deyə bilirik. Yəni doğru cavab B olar. 81-ci sualda rəqs periodu 8 saniyə olan, yəni periodu 8 saniyə imiş. Periodu deməkdir ki, cisim A nöqtəsindən çıxır, gəlir B-yə, bir də qaydanda A-ya 8 saniyə zaman keçir. Buna biz bir period demişdik. Rəqs periodu 8 saniyə olan ipli rəqqasın A kənar vəziyyətindən O vəziyyətinə qədər, yəni bayaq göstərdiyimiz hərəkətin 4-dən birini nə qədər vaxta çatdığını göstərin. Demək ki, AO hissəsini ümumi zamanın 4-dən birinə qət eləyir. Bu da 8 bölünsün 4 eləyər 2 saniyə. 82-ci sualda uclarından yüklər asılmış çəkisizlik tarazlıqdadır. Çəkisizlik o deməkdir ki, uzunluğun yarısına düşən ağırlıq nəzərə alınmırdı. 12 kiloqram yükün ağırlığı bildiyimiz kimi 120 Newton, 8 kiloqram yükün ağırlığı 80 Newton. Bizdən soruşur ki, dayağın reaksiya qüvvəsinin modulunu hesablayın. Reaksiyanı aşağı sıxan qüvvələr əmələ gətirir. Yəni, reaksiya 120 ilə 80-in əks təsiridir. Bu da olacaq 200 Newton. 83-cü sualda
Sürətin modulunu 2 dəfə artırdıqda cismin kinetik enerjisi necə dəyişir? Kütlə sabitdir. Cismin hərəkəti zamanı malik olduğu enerjiyə kinetik enerji, düsturu isə bildiyimiz kimi mv kvadratı bölü 2-dir. Əgər burada məsələ kütlənin sabit qiymətində sürəti 2 dəfə artırıbsa, burada kvadrat olduğu üçün sürət 4 dəfə artır, o zaman kinetik də 4 dəfə artmış olar. Doğru cavab olar B bəndi. 84-də mühərrikin gücünün sabit qiymətində görülən işin zamandan asılılıq qrafiki hansıdır? İşin görülmə yeniliyini xarakterizləyən kəmiyyət güc idi. Güc N bərabər A böl T. Buradan A-nı tapırıq. A bərabər NT. Baxırıq ki, A bərabər NT ifadəsinə görə N-in sabit qiymətində A T-dən düz mütənasib asılı olar. Yəni B bəndi. 85-ci sualda yer səthindən 3 metr hündürlükdə potensial enerjisi 150 joule olan cismin kütləsini hesablayın. Qarşılıqlı təsir zamanı cismin malik olduğu enerjiyə potensial enerji deyirik. Düsturu oldu mgh. Buradan kütlə soruşur. M bərabərdir. Potensial bölünsün gh. Potensial enerjisi 150 joule. J sərbəst düşmə təcili 10 Newton böl kiloqram. Hündürlük isə 3 metrdir. Bu 0 ilə bu 0 getdi. 15-i 3-ə böldük. Elədi 5 metr. Yəni C bəndi. 86-cı sualda elektrik yükü müsbət 2Y olan iyonun nüvəsində 8 proton. Əgər nüvəsində 8 də atomda 8 də elektron olsaydı, bu elektrik cərəhətdən neytral olasıydı. Amma iyon deyirsə 8 protonu var. Bu iyondakı elektronların sayını. Demək ki, bunun müsbət 8E protonları varsa 6 da elektronu olmalıdır ki, yekun müsbət 2Y qalsın. Yəni bizə nə soruşur ki, elektronların sayını hesablayın. Bizə deyərik ki, 6 dənə elektronu var. C bəndi. 87-ci sualda rezin dayaq üzərindəki 2 alüminyum kürəsi mənfi yüklənmişdir. 2 kürəsi mənfi imiş. İplərdən asılmış tarazlıqda olan 1 və 3 kürələrinin yüklərinin işarələri üçün hansı münasibət doğrudur? Dəyərli şagirdlər, biz bilirik ki, müsbət, yəni eyni işarəli yüklər bir-birini cəzb edir. Yəni müsbətlə müsbət, mənfi ilə mənfi bir-birini cəzb edir. Üzr istəyirəm, müsbətlə müsbət, mənfi ilə mənfi bir-birini itələyir, amma əks işarələr bir-birini cəzb eləyir. Baxırıq ki, bir kürəsi 2 kürəsindən itələnib, yəni sola doğru meyl edib. Bunu sola doğru belə bir qüvvə aparıb. Demək ki, bir kürəsi 2-dən itələnib. Amma mən nə deyib seçin? Hə, 2 kürəsinə mənfi demişdik. 2 kürəsi mənfidir. Demək ki, bir də mənfidir ki, 2-dən itələnib. Ona F qüvvəsi sola dartıb. Eyni ilə baxırıq ki, 3 kürəsi isə bir müəyyən qüvvə ilə 2-yə doğru cəzb olunub. Cəzb olunubsa, demək ki, 3 2 ilə əks işarəlidir, cəzb olunub. Bu da müsbətdir. Demək ki, 1-in mənfi, 3-ün müsbət olduğunu bilirik. 1 mənfi, 3 müsbət. 1 mənfi, 3 müsbət. Bu da olur D bəndi. 88-də cisimlərin elektrik yükünün olub-olmadığını müəyyən etmək üçün istifadə olunan cihaz, biz buna elektroskop demişdik. Doğru cavab E olar. 89-da açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Yay və ondan asılmış yüklə birlikdə sistemə biz demişdik yaylı rəqqas. Demək ki, 2 uyğun gələr bura. İp və ondan asılmış yüklə birlikdə uyğun gələn sistemə adlanır ipli rəqqas. 4 də uyğun gəldi bura. Rəqqasın tarazlıq vəziyyətindən, bayaq göstərdiyimiz O nöqtəsindən ən çox uzaqlaşdığı nöqtə amplitud adlanır. Yəni O-dan A-ya və ya O-dan B-yə olan nöqtələrə biz amplitud demişdik. Rəqs amplitudu 1 də uyğun gəldi bura. Rəqs zamanı rəqqasın yükünün tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafə kənar vəziyyətlər adlanır.
Yəni 3 də uyğun gəldi bura. Oldu 2, 4, 1, 3. Sonuncu sualımız 90-cı sualda. Cismin kinetik və yerlə qarşılıqlı təsirdə olan potensial enerjisi üçün Eyler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Vahidi jouldur, bütün enerjilərin vahidi jouldur, 1 hər ikisinə uyğun gələr. Skalyar hər ikisi skalyar kəmiyyətdir. Cisimlərin qarşılıqlı təsir enerjisidir. Bu potensial enerjiyə uyğundur. Cismin öz hərəkəti nəticəsində malik olduğu enerjidir. Bu da bildiyimiz kimi 4'dür. Bilirsiniz ki, kinetikin ifadəsi mv kvadratı bölü 2, potensialın ifadəsi isə mgh-dır. Yuxarıdakı 1-3-2 ardıcıllığını 1-2-3 kimi düzsək, olacaq 4, 3, 12. 4, 3, 12 D bəndinə uyğun gəlir.